Gəlin qeyri-elastik toqquşmadan belə bir məsələyə baxaq. Yatay, yəni üfüqi və sürtünməsiz səthdə şəkildəki cisimlər esnek olmayan, yəni qeyri-elastik toqquşma edirlər. Buna görə cisimlərin çarpışmadan, toqquşmadan sonraki orta hızları nə qədərdir? Bunun üçün gəlin özümüzdən müəyyən bir x oxu qəbul edək. Mən x oxunu bu şəkildə qəbul etdim. Çünki sürətlər bir-birinin əksi istiqamətdədir. Yəni mən özümdən şərti qəbul elədim ki, hansı x oxu istiqamətdədir, hansı x oxunun əksidir. X oxunun əksi olanda işarəni əks götürəcəyik. Gəlin birinci qeyri-elastik toqquşma üçün hərəkət tənəyimizi yazaq. M1 V1 üstə gələk M2 V2 bərabərdir M1 üstə gələk M2 V ştrixə. Baxaq, M1'imiz nə qədərdir? 6, V1'imiz 5. Aha. Bu yaşıl cisim, yəni ikinci cisim x oxunun əksi istiqamətdə hərəkət elədiyinə görə işarəmizi mənfi qəbul edəcəyik. Kütləmiz 4, sürətimiz 25. Bərabərdir. M1 plus M2 6 üstə gələk 4 olacaq 10. V ştrixi də məndən soruşur. Baxaq, 30 çıxılsın 25 4-ə vuranda 100 bərabərdir 10 V ştrixə. Yəni burada mənfinin bir önəmi yoxdur, çünki qiymət soruşur bizdən. Olacaq, yəni modulla gəlin götürək bunu. 70 bərabərdir 10 V ştrixə. Olacaq V ştrix nə qədər? 7 metr bölünmüş saniyə.